Cüdonun ölkə ərazisində inkişafı Respublikamızın idman siyasətinin parçası hesab olunur. Milli komandamızın üzvlərinin beynəlxalq yarışlarda qazandığı uğurlar yeni nəslin cüdoya marağını artırmaqdadır. Naftalan şəhəri də bu siyahıda özünəməxsus yeri olan bölgələrimіздəndir. Burada uşaqlar, gənclər və yeniyetmələr uğurları ilə səs gətirirlər. Bölgələrdə idmanın inkişafı ölkəmizin idman siyasətinin başlıca amillərindən biri hesab olunur. Rayon və şəhərlərimizdə yaradılan geniş idman infrastrukturu bu sahənin inkişafına müsbət təsir göstərir. Bölgələrimizdə idmanın əksər sahələri, o cümlədən cüdo idman növü daha çox diqqət mərkəzindədir. Bu siyahıya Naftalan şəhəri də daxildir. Burada hazırlıq keçən gənclər, məşqçi müəllimlər tərəfindən cüdonun sirlərinə yiyələnirlər. İdman məktəbinin tərkibində vətən müharibəsində həyatını itirən şəhidlərimizin ailə üzvləri də məşq edirlər. 12 il cüdo idman növü ilə məşğulam. Bu idmanda çox nailiyyətlərim var. Turnirlərin qalibiyəm. İnşallah Allahın izni ilə dünya, Avropa olimpiya çempionu olacağam. Azərbaycan bayrağını ən uzaq zirvələrdə dalğalandıracağam. İdman məktəbində hazırlıq keçən gənc və yeniyetmə cüdoçular istər ölkə daxilində, istərsə də Azərbaycandan kənarda keçirilən yarışlarda uğurla çıxış edirlər. Onlar məktəb adına ölkəmizə bir çox nailiyyətlər bəxş ediblər. Mən neçə dəfə zona çempionu olmuşam və kiçik yeniyetmələr arası ölkə çempionunun mükafatçısı olmuşam və mən düşünürəm ki, gələcəkdə yaxşı nəticələr əldə edərəm. Cüdoçuların hazırlığı üçün məşqçi müəllimlərin də rolu böyükdür. Onlar idmançılarımızın məşq prosesindən əlavə düzgün formalaşmasına da öz töhfələrini verirlər. Naftalan şəhərində 100-dən çox yeniyetmə və gənclər cüdo idman növü ilə məşğuldur. İstər daxili, istər xarici, müxtəlif yarışlarda, beynəlxalq turnirlərdə mükafatlar sırasında Naftalan şəhər cüdoçuları da yer almışdır. Bunlardan Qurbanov Sadiq Nadiroğlu, Şərbətova Zeynəb Rafail qızı, Rəhimli Fəridə Kərəm qızı, bütün regionlarda olduğu kimi Naftalan şəhərində də cüdo idman növü günü-gündən yüksək sürətlə inkişaf edir. İnanırıq ki, Naftalan şəhər cüdoçularının səsi gələcəkdə Avropa dünya çempionatlarından gələcək. Məktəbimizdə 6 idman bölməsi fəaliyyət göstərir. Bunlar boks, futbol, atletika, şahmat, voleybol və cüdo idman növləridir. 500-ə yaxın idmançı məktəbimizdə məşğul olur. Cüdo bölməsində bizim 100-ə yaxın idmançımız məşğul olur və bunların içində şəhid övladları, qazi balalarımız da var. Bunlardan biri də 5 ailə üzvünü itirmiş Sadiq Qurbanovdur. Müxtəlif beynəlxalq və respublika yarışlarında yüksək nəticələr göstərir. Hal-hazırda Sadiq milli komandamızın üzvüdür. Naftalan şəhərində cüdo idman növünə maraq günü-gündən artmaqdadır. Azərbaycan cüdoçularının mötəbər arenalardakı uğuru uşaqlar arasında idmanın bu növünün populyarlaşmasında kifayət qədər böyük rol oynayır.